Salam Nuraniyə, hər vaxtınız xeyir olsun. Bəli, dediyiniz kimi dövr müasirləşdirici, ümumiyyətlə rəqəmsallaşmaya olan tələbat artır və elə əldə etdiyimiz informasiyaya görə artıq irəliləyən dövr ərzində bağça və məktəblərdə üz tanıma sistemi tətbiq olunacaq. Necə, nə vaxt və hansı formada olacaq? Daha təfərrüatlı informasiyanı elə hazırda qonağım Azin Telekomun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Amin Nəzərlidən alacaq. Xoş gördük Amin bəy. Təfərrüatlı informasiyaları sizdən işləyək. Buyurun. Xoş gördük. Bəli, əvvəlcə qeyd edeyim ki, bildiyiniz kimi Azin Telekomun məxsus olan Sima rəqəmsal həllər platformasının yeni bir məhsulunu biz artıq istifadəyə verməyə hazırlaşırıq. Bunun adı Sima Access məhsuludur. Hansı ki, sizin də qeyd etdiyiniz kimi bu məktəbə qədər təhsil müəssisələrində, yəni bağçalarda tətbiq olunur artıq pilot layihə kimi. Biz Sima Access məhsulunu Bakı şəhərində yerləşən iki bağçada tətbiqini həyata keçiririk. Hal-hazırda bu pilot layihə uğurla test olunmaqdadır, öz nəticələrini müsbət şəkildə göstərir və növbəti dövrlərdə biz Təhsil Nazirliyi ilə hal-hazırda danışıqlar aparırıq. Bu prosesin eyni ilə Bakı şəhərində yerləşən digər bağçalarda da belə deyək, tətbiqini həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda onu da qeyd edeyim ki, Sima Access məhsulu təkcə bağçalar üçün nəzərdə tutulmayıb. Bu, üz tanıma texnologiyasına əsaslanan bir rəqəmsal həldir. Hansı ki, insanların üz cizgiləri vasitəsilə onların təyin olunmuş yerlərdən keçidini təmin edən bir rəqəmsal sistemdir. Biz bunu eyni zamanda məktəblərdə, iş mərkəzlərində, bundan başqa dövlət müəssisələrində, yəni nəzərdə tutula bilən yaşayış obyektlərində istifadə edilə bilər. Hal-hazırda ilk növbədə dediyim kimi Təhsil Nazirliyi ilə danışıqlar aparırıq, amma qarşıdakı dövrlərdə bu rəqəmsal həllin bir çox ölkədə yerləşən digər binalara, yaşayış obyektlərinə və qeyd etdiyim digər müəssisələrə də tətbiqini həyata keçirməyi planlaşdırırıq. Təşəkkür edirəm Amin bəy. Çox sağ olun. Detallı informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir daha xatırladım ki, ölkə ərazisində məktəblərdə və bağçalarda üz tanıma sistemi tətbiq olunacaq və irəliləyən dövr üçün nəzərdə tutulub bu addım və hazırda da elə aydın oldu ki, iki bağçada bununla bağlı pilot layihə formasında tətbiq edilir və uğurlu da gedişat var və irəliləyən dövrdə də artıq bütün hər yerdə məktəb və bağçalarda tətbiq ediləcək. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir.